həqiqətən lazım olan ən vacib 3 şeyi heç kim deməyib. Məktəbdə bizə interval həll etməyi, tarixdəki müharibələrin illərini və kimyəvi elementləri öyrətdilər. Amma məktəb bitirib real həyata başlayanda bir şey anladıq. Bizə həqiqətən lazım olan ən vacib 3 şeyi heç kim deməyib. 1. Maliyyə azadlığı. Məktəbdə riyaziyyatı öyrəndik, amma pul necə qazanmaq, necə büdcə tutmaq, necə qənaət etməyi öyrənmədik. Nəticədə ilk dəfə öz pulumuzu qazananda və ya idarə edəndə müəyyən çətinliklərlə qarşılaşırıq. Pul haqqında düşünmək tam bir sirrə çevrilir. 2. Emosional zəka və stresslə mübarizə. Bizə imtahanda yüksək bal almaq öyrədildi, amma həyatda uğursuzluqla qarşılaşanda, yox cavabı alanda və ya gərginlik yaşayanda hisslərimizi necə idarə edəcəyimiz deyilmədi. Psixoloji davamlılıq məktəb qiymətlərindən dəfələrlə yüksəkdir, amma təəssüf ki, bunu insanlar öz acı təcrübələrindən öyrənməli oldu. 3. Sərhəd qoymaq və yox demək bacarığı. Məktəb illərində bizə həmişə sakit otur, hamı kimi ol, qaydalara əməl et deyildi. Amma real həyatda öz fikrini müdafiə edə bilmək, özünə hörmət edə bilmək və başqalarının vaxtında yox deyə bilmək azadlığın ən birinci şərtidir. Bəs nə etməliyik? Məktəbin bu boşluğun doldurmasını gözləmək mənasızdır. Yaxşı xəbər odur ki, özün təhsil dövründə yaşayırıq. Bugün kitablar, podkastlar və doğru kontentlərlə özümüz bu boşluğu doldura bilərik. Sizcə məktəbdə sizə öyrədilməyən ən böyük əksiklik nə idi? Şərhlərdə bölüşün, gəlin müzakirə edək.